Bunların hamısı ahəng olduqda biz bədənimizdə istədiyimiz nəticələri ala bilərik. Çox bir insan endokrinolojda keçib, psixoloqdan da keçib, dietoloq ona necə kömək eləyir? Amma qaldı ki, o sırf yəni aralıqlı oruca elə bir qayda var, bu şəkildə olmalıdır deyə bir şey yox. Bir dənə mən qaysı ilə çay içdim, özünü günahkar hesab edir ki, orucu pozdum, artıq mən kilo verməyəcəm. Bir günə nə 1 kilo pi verə bilmərik, nə də ki 1 kilo pi ala bilmərik. Proteinimizi, yağımızı, karbohidratımızı kilomuza uyğun qəbul etməsək, yağdan kilo verə bilmərik. İnsanlarda bu qadınları cazibədar görünməsi üçün onları müəyyən şablonlara salırlar. İlk növbədə sağlamlığınız üçün addım atın, sonra xarici görünüşü, yəni fikirləşin. Əsas özüm, əsas çözümə xoş gəlmisiniz. Nəzərinizə çatdırım ki, bizim proqramımızı, layihəmizi Mediport Klinikasının sponsorluğu ilə baxırsınız. Siz də əgər indiyənə kimi müraciət etməmisinizsə, mütləq müraciət edin. Çünki bizdə çox gözəl mütəxəssislər və çox gözəl kampaniyalar mövcuddur. Bundan əlavə sizə bonus olaraq mən və Ruqiyyə xanımı orada görmək imkanını sizə bəxş edirik. Keçək bizim qonağımıza. Bugünkü qonağımız bütüncül tibb uzmanı, nutrisioloq, diyetoloq Aynura xanımdır. Bugün sizi yaya hazırlayırıq. Təkcə yaya deyil, ümumiyyətlə belə deyək, həyata, insanlar arasında özümüzün sağlamlığa, gözəlliyə. Çünki hal-hazırda yəni insanlar nədir? Görsələ çox önəm verirlər. Hətta indi üzü yaya gedir. Özgüvənli olmağa, bəli, yəni gözəllik anlayışımız var bizim. İstədiyi bədən formasında olmayanda, yəni aşırı o yemə pozğunluqları, hansı ki düzgün olmayan qidalanma, bunlar hər biri gətirir istədiyi formada olmaması və özgüvənsizlik. Elə bir insan olanda, yəni onun üçün nə edirsənsə et, heç nə sanki onu xoşbəxt edə bilmir. Amma başlayır ki, sağlam qidalanmaya və artıq çəkidə yavaş-yavaş azad olmağa, o insanın özgüvəni bir başqadır. Yəni onu sözlərlə ifadə etmək mümkün deyil. Hansı ki, qismət olar inşallah xəstələrin o öz fikirlərini səsləndirərik ki, necə belə sevinclə onu ifadə edirlər ki, Aynura xanım, mən nə vəziyyətdəydim, siz məni ayağa qaldırdınız. Nə gözəl. Həqiqətən mən belə. Bir şey soruşacağım sizdən. Bəli, buyurun. Bu bütüncül tibb uzmanı dedikdə niyə əsas önəmlidir ki, insanlar bütüncül tibb uzmanı müraciət etsin? Bütüncül tibb uzmanı dedikdə dietologiya tək qidalanmaya nəzarət edə bilərik biz. Amma bütüncül tibb dedikdə həm qidalanması, həm psixologiyası, həm də probleminə uyğun vitamin minerallarının normal olması, hansı ki o problemlərimiz vitamin mineral defisitindən yaranır və onları biz aradan qaldırsaq, sağlam və yəni o sağlamlıq həm xarici, həm daxilə təsir edir. Hansı ki, vitamin mineral defisiti balansı pozulanda həm daxili sağlamlıq əldə edir, həm də xarici sağlamlıq. Yəni üçü birlikdə psixologiyası, vitamin mineralları və qidalanma protokolu. Amma dietologiyada tək qidalanmadır. Artıq orada nə psixoloji baxımdan yanaşmaq olar, nə problemi var. Bu vitamin mineral çox önəmlidir. Bu şəkildə bir yanaşma əldə edə bilmərik. Nə gözəl. Əslində hamımız bilirik ki, bütün bizim bədənimiz, zehnimizlə ruhumuz, rehimiz hamısı bir-birinə ahəng şəklindədir. Bunların hamısı ahəng olduqda biz bədənimizdə istədiyimiz nəticələri ala bilərik. Çox vaxt bu belədir. Belə deyəcəm, müraciət edənlərin 90%-ında bir tək qidalanma ilə heç nə əldə edə bilmirik. Mən o pasiyenta deyim ki, kilo, boy, yaş, bu proqram. Bu şəkildə 90% biz nəticə əldə edə bilmirik. Biz 90% nə vaxt nəticə əldə edirik? Hansı ki, bütüncül bir yanaşmada. Hər şey kompleks şəklində. Bəli, kompleks şəklində. Hansı ki, ilk növbədə günlük həyat tərzi nədir, iş rejimi nədir, ona uyğun qidalanma olmalıdır ki, insanda bir rahatçılıq olsun, sevib-sevmədiyi qidaları olsun. Bir müayinədən keçək, qan analizlərində bir baxaq, defisitlərimiz nədir? O defisitlər bizdə hansı problemlərə səbəb olur? Onları yerinə qoymaq, hansı ki, defisit vitamin minerallarımızı və yanaşı da o insana rahat olan bir qidalanma protokolu. Və bu üçü birlikdə olanda 90%, hətta deyərəm 95% nəticə möhtəşəm olur və 95% insan 5% insan deyə bilər ki, mən nəticə əldə edə bilmirəm. Arıqlaya bilmədim. Yəni mən
Bunu 5% insanda görmüşəm, 100%. 100%-dan Aydındır, belə nə deyəcəm. gözəl. Məncə ən böyük, yəni ən çox müraciət edən insanlar arıqlamaqla bağlıdır ki, məncə mən də sizə müraciət eləyəcəm sırf arıqlamaqla bağlı. Amma bu biraz da psixoloji problemlərdən də irəli gəlir ki, Bəli. misal üçün insan var ki, stresslə bağlı arıq, yəni kökəlir Bəli. və arıqlaya bilmir. Bəli. Və yaxud da insan var ki, məncə bu az faiz təşkil edir, kökəlmək istəyir, arıq qalır, çox həddindən artıq arıqdır və kökəlmək istəyir. Yüksək faiz onu təşkil edir ki, stressdən hər birimiz bilirik ki, stress zamanı kortizol hormonu daha çox ifraz olunur və bu da aşırı yeməyə gətirib çıxardır. Hansı ki, insanın əlində olmayan bir vəziyyət, bir durum olur bu. Yedikdən sonra peşmançılıq vəziyyəti. Bunu da ki, belə bir durumu yenə də psixoloq, dietoloq və endokrinoloq üçü yanaşı etdikdə düşünürəm ki, daha gözəl bir nəticə əldə etmək olur. Bəs yaxşı. Bir insan endokrinolojda keçib, psixoloqdan da keçib, dietoloq ona necə kömək eləyir? Yəni Dietoloq ümumi bir proses misal çəkə bilərsinizmi? Dietoloq ona necə köməklik edir? Hansı ki, ona psixoloji baxımdan mənfi təsir etməyəcək. Məsələn, deyək ki, qidalanma proqramıdır. Ona demirik ki, bu qidalanma proqramını etməlisən. Deyirik ki, sənə hansı uyğundur? Sən nəyi sevirsən? Mən bunu sevmirəm. Sevmirsən yemə. Elə bir şey yoxdur ki, mən bunu yeməliyəm, mütləq bunu yeməsəm arıqlamayacağam. Xeyr, sevmirsən yemə. Nəyi sevirsən, bunu sevirəm. Bunu sevirsənsə qədərində yeyə bilərsən. Yəni hər şey qədərində, miqdarında çox önəmlidir və psixoloji baxımdan əziyyət çəkən insanlara da qadağaları az etməliyik. O qadağaları yığışdırırıq. Sadəcə olaraq olar olmazları. Niyə olmaz? Məsələn, bir insan deyir ki, 7-dən sonra mən, siz demişdiniz 7-dən sonra olmaz, mən bir dənə qaysı ilə çay içdim və mən izah edirəm ki, narahat olma, o demək deyil ki, sən bir dənə qaysı ilə çay içdin, arıqlamayacaqsan. Xeyr, arıqlayırsan. Sadəcə olaraq daha tez, daha gözəl nəticə əldə etmək üçün onu etməsən daha yaxşı. O demək deyil, yəni bir dənə qaysı yedim, arıqlamayacağam. Arıqlayırıq. Sadəcə yeməyəndə daha tez, yeyəndə biraz gec. 1 ay olmasın, 2 ay olsun. Əsas odur ki, nəticə əldə edirik. Bəs yaxşı, indi ən çox populyar olan şeylərdən deyirəm ki, aralıq orucu. Yəni orucun belə bir arıqlama ilə bağlı bir sintezini eləyiblər. Belə bir qaydalar çıxıb ki, siz dediyiniz kimi 7-dən sonra yemə. Bir də şayələrmi deyim ya da mən belə bilirdim ki, yəni hətta dietoloq qan qrupuna görəmi, yəni nə bilim hansısa bir allergiyası falan tipajında bir menyu hazırlayır, misal çəkim. O menyu əsasən də misal hətta idmana gedən adamların belə menyusu fərqlidir. Onlar daha çox belə protein falan yeməlidirlər ki, həm əzələləri. İdmana gedən insanlarda ola bilər. Çünki idmanla məşğuldur, əzələ artırmaq istəyir. Normalda idmana getməyən, əzələ artırmaq istəməyən, sadəcə qorumaq istəyən insanlarda kiloya deyək ki, 1.2 qram protein deyiriksə, amma idmanla məşğul olanlarda bunu 1.9, 2, bəzən ola bilər 2.1-2 bu şəkildə yəni götürməliyik qram olaraq. Bu dəyişə bilər. Amma qaldı ki, o sırf yəni aralıqlı oruc elə bir qayda var, bu şəkildə olmalıdır deyə bir şey yoxdur. Məsələn, aralıqlı oruc var ki, insana uyğundur. Hər pasient müraciət eləyəndə onunla ətraflı danışmaq lazımdır ki, sənin üçün necə uyğundur? Sənin iş rejimin, günlük həyat tərzin necədir? Sən 2 dəfə qidalanma istəyirsən, 2 dəfə ara öğünlü, məsələn, aralıqlı oruc istəyirsən, yoxsa 2 dəfə ana yemək olar, 1 dəfə ara öğün olar, 2 dəfə ana yemək olar, 2 ara öğün olar. Yəni bunlar hər kəsə özəl olmalıdır. Yoxsa bir dəfə 12-də yeyib, bir dəfə 6-da yeyib, sən heç nə yeməli deyilsən. Bu aralıqlı orucdur. Elə bir şey insan fərqlidir. Hər insan fərqlidir. Bu qayda qanunlar özəl qanunlardır. yanaşmaq mütləqdir. Niyə? Çünki psixologiyasını, günlük həyat tərzini, iş rejimini, problemlərini, bunlar hər biri çox önəmlidir ki, bir insana qidalanma protokolu tərtib ediriksə, bunları nəzərə Sizi çox gözəl qəbul etdik dediklərinizi. Bəli, hər insan fərdidir və ona görə də biz onlara hətta psixoloji seanslara gələn insanlarda da, yəni eyni problem olsa da hər insana
insana o eyni problem olsa da fərqli yanaşırıq. Bu da onun Çünki kimidir. insanlar fərqlidir. Bəli, çünki həm də bu Bəli. qayda qanunlar ki, biz özümüzə qayda qoyuruq ki, 6-dan sonra yeməyəcəm, Bəli. 16 saat ac qalacağam. Bu da bizi stressə sala bilər. Bəli, Bununla əlbəttə. bağlı da biz arıqlaya bilmərik. Hətta siz Bəli. dediyiniz kimi yeyir, sonra günahkarlıq hissini bastırmaq üçün yenə stressə girir Bəli. və bu döngü davam edir. Bəli. Ona görə də yəni 6-dan sonra yemirəm, yəni o şəkildə olmasın. Yəni bir mütəxəssis dəstəyi alsın. Bir köməklik dəstək götürdüyü zaman mütəxəssis izahat verəcək. Niyə 7-dən sonra olmaz? 7-dən sonra yemisənsə də narahat olma. Yəni izahat verir ki, bir dənə mən qaysı ilə çay içdim, özünü günahkar hesab edir ki, orucu pozdum, artıq mən kilo verməyəcəm. Bu buna psixoloji təsir edir və bir qaysı ilə yetinəcəkdisə artıq yetinmir. Aşırı yeməyə davam edir ki, artıq pozuldu. Mən aşırı yeyim, sabahdan edərəm. Xeyr, pozulmadı. O bir dənə qaysı bizə heç vaxtı pi faizimizi artırmaz, kökəltməz. Sadəcə olaraq hər zaman bizi öyrəşmişik ki, 7-dən sonra yeməməyə, bədəni bu şəkildə öyrəşdirmişik. Ondan sonra olur ki, arada bir balaca nəsə də qaysı, xurma, karbohidratdır da istər-istəməz heç yemədiyimiz anda normal ola bilir bədənin su faizi. Bəzən birdən-birə əlavə edirik. O olur ki, 2 dənə, 3 dənə qaysı, biraz karbohidrat baxımından bədənin su faizi arta bilir. Və yaxud da bir gün mən proqramımı pozdum, mənim çəkim 2 kilo, 1 kilo artdı, çıxdım tərəziyə. Niyə beləyəm? Mən birdən-birə çox çəki alıram. Bir günə nə 1 kilo pi verə bilmərik, nə də ki 1 kilo pi ala bilmərik. Sadəcə bədənin su faizidir. Normal gedən bir bədənə normal karbohidrat qəbul etdiyimiz zaman o karbohidratı biz aşırı 2 qat qəbul edirik və karbohidrat da yəni proteindən də, yağdan da ilk öncə karbohidrat bədəndə aşırı su tutumuna səbəb olur. Bədənimizin su faizi artır və bu da tərəziyə yansıyır. Bəs insanlar var ki, arıqlamağı belə deyim də anormalcasına bütün günü ac qalaraq, heç nə yeməyərək, kiçik-kiçik quru meyvələr və yaxud da çərəzlər yeyərək fikirləşirlər ki, hə, vəsə, mən bu şəkildə arıqlayacağam və adamın bədəninə siz deyən kimi suyu, vitamini o qədər halsızlaşır bir həftədən sonra artıq o yemədiyi periodun acığını çıxar kimi o qədər çox yeməyə başlayır ki, kilonu artıqlamasından alır da belə deyim. Əslində o düzgün deyil. Biz proteinimizi, yağımızı, karbohidratımızı kilomuza uyğun qəbul etməsək, yağdan kilo verə bilmərik, düzgün çəki verə bilmərik. Pidən vermədiyimiz çəki də düzgün deyil. Əgər düzgün bir balans yoxdursa, o zaman əzələdən sudan çəki veririk və proqramı saxlayan kimi 2 qat geri gəlir də. Yəni verdiyimiz çəkinin 2 qatını. Hansı ki deyirlər, mən çəkini verdim, sonra 2 qat geri yığdım. Halbuki bunun səbəbi, altında yatan səbəbini bilmədiyi üçün bu şəkildə yanaşır. Altında yatan səbəb də odur ki, düzgün bir qidalama proqramı yoxdur. Protein, yağ, karbohidrat balansı olmadığından pidən yox, əzələdən sudan çəki verir. Ac qalaraq, yəni bunu hər zaman bu şəkildə izahat verirəm ki, maşına benzin olmasa işləyə bilər? Yox, orqanizm də o şəkildədir. Orqanizmə lazım olan qidanı verməsək, orqanizm bizdən də ağıllıdır. O da depo olaraq piyi saxlayır ki, bu məni ac saxlayır, bu mənə bu qidanı vermir, mən də piyi vermirəm. Bu şəkildə. Yəni düşünürlər ki, ac qalsam kilo verəcəm. Xeyr, ac qalanda sadəcə verdiyimiz kilo əzələdə sudur. Yağdan bəli, biz sağlıqlı çəki vermək demək, pidən, pi faizindən azaltmaq, pidən kilo verməkdir ki, hansı ki o sağlıqlı və qalıcı çəki verməkdir. Bəs mən belə bir proqram uyguladım son 3-4 gündür ki, bilməm siz mənə razılaşarsınız yoxsa yox. Bu biraz mənim həddən artıq araşdırmalarım nəticəsində elədim. Səhər-səhər ac qarnına 1 stakana qaynar suya, 1 xörək qaşığı chia, toxum, qara chia toxumu, limon, bir də bal kimi eləyib içirəm. Yəni bir yarım saat falan gözlətdikdən sonra içirəm. Sonra yəni isə bunu içirsiniz, bunu içəndə nə düşünüb içirsiniz? Yəni nə fikirlə içirsiniz? Məsələn, mən bunu içdim, faydalıdırmı içirəm, yoxsa məni arıqladacaq? Belə limonla balı zaten faydalıdır deyə sevdiyim üçün içirəm. Chia toxumu isə həddindən artıq hər yerdə görürük ki, arıqladır və mən yeməklərimin hər birini artıq qatmağa başladım. Yox, bütün əslində saatlarıma o düşüncə səhvdir. Hər zaman o fikri mən eşidəndə soruşuram, nə üçün onu istifadə edirsən? Faydalıdır, bəli, bal faydalıdır, limon faydalıdır, chia toxumu vitamin, mineral baxımından, lif baxımından faydalıdır. Arıqlamaq üçün də məncə gözəl bir sposobdur. Arıqlamaq üçün hansı ki olur da reytinq üçün nələrsə paylaşılır ki, arıqlamaq istəyirsən,
istəyirsən bunu et, onu et. Arıqlamağın yeganə yolu düzgün və balanslı qidalanma proqramıdır. Chia toxumudur, baldır. Onlar faydalı və bir dəstək kimi. Məsələn, chia toxumu qəbul edirik liflə zəngin olduğu üçün bizdə bir toxluq hissi Amma yaradır. Yağı falan əritmək kimi bir şey yoxdur. Xeyr. Əsla elə bir şey yoxdur. Onlar hamısı miflərdir. Hər kəs öz reytinqi üçün bir şeylər paylaşa bilər. Yəni elə bir elmi əsas yoxdur ki, chia toxumu piylərimizi əridəcək. Sadəcə lif baxımından, liflə daha çox zəngin olduğu üçün bizi uzun sürə tox saxlaya bilər və biz də proqrama daha yaxşı riayət edə bilərik. Artıq çəkidən azad ola bilərik. Yəni piyi əritmək üçün onda möcüzəvi bir formula yoxdur. Heç bir möcüzəvi bir formula yoxdur ki, biz onu edək. İnsana rahat şəkildə, bəli, oturaq, yəni onu içək, oturaq ki, piylərimiz əriyəcək. Elə bir şey yoxdur. Piylərin sağlam şəkildə bədəndən getməsi üçün düzgün balanslı qidalanma proqramı hər kəsə özəl. Fərdi. Bəli, yağ, protein, karbohidrat. Bunlar çox önəmlidir balanslı şəkildə. Əncə xanım, yəqin ki, sizə daha çox qadınlar müraciət edir. Bəli, xanımlar müraciət edirəm. Bəli, qadınlar yəqin ki, onlar istəyirlər ki, onların dümdüz qarnı olsun, heç bir piy qatı olmasın. Amma biz bilirik ki, qadınlarda biraz da qarın bölgəsində piy qatı olmaq onların qadınlıq hormonlarının ifrazında çox böyük təsirləri var. Doğrudurmu? Bəli, doğrudur. Onu da hər zaman izahat verirəm, məlumat verirəm. Hansı ki, özlərinə deyirəm ki, belə deyək də, psixoloji durumları pozulmuş vəziyyətdə gəlirlər ki, mənim bu balaca qarnım var, mütləq mən bunu əritməliyəm və mən izahat verirəm ki, normal bir bədənə sahib oldunsa yetərlidir. Sənin vitamin, mineralların, orqanlarının fəaliyyəti, sağlamlığın hər bir şey qaydasında və xarici görünüş olaraq da formun yerində və o bir balacada piy qatı normaldır ki, hər kəsdə olsun. Yəni psixologiyanı pozmağa gərək yoxdur ki, mən ideal bir çəkidə olmalıyam, mən dümdüz qarna sahib olmalıyam. Yəni elmi bir əsası yoxdur ki, siz elə bir fikrə görə psixoloji bir durumunuzu pozasınız. Bu da bizə, ona gərək yoxdur. Bu da bizə kodlaşdırılmış bir şeydir ki, insanlarda bu qadınları cazibədar görünməsi üçün onları müəyyən şablonlara salırlar ki, sən belə mütləq olmalısan və hər kəs də ona doğru gedir. Cazibədar olun və görülün, bəyənilin. Amma bu da bir mifdir ki, hamı o qaydanı təyin etmək üçün bu da insanları yenə də stresə salır ki, mən yenə yaxşı olmalıyam. Manken kimi olmalıyam. Amma ona gərək yoxdur. Heç dəyməz ki, yəni o şeylərə görə insan psixologiyasını pozsun. Mən hər zaman xəstələrimə bunu izahat verirəm. Yəni o baxımdan mənim xəstələrim, bəli, ümumiyyətlə mənim xəstələrim sağlam və doğru psixologiyaları normal şəkildə kilo verirlər. Hansı ki, mən onlara hər tərəfli, onlara rahat bir şəkildə proqram, sevib sevmədiyi qidalar, hansı rejim necə uyğundur. Artıq elə bir düşüncə onlarda formalaşmır ki, mən gəldim bir normal çəkiyə çatdım, yox ideala getməliyəm. Yəni bunların hər bir şeyi düzgün qaydada izahatını verə-verə gedirik ki, sonuçta psixologiyası normal, sağlam bir insan formalaşdıraq. Kişilərimizə də aid. Kişilər də hal-hazırda bilirsiniz ki, çox idmanla məşğul olurlar. Bu da onların güc simvoludur. Çünki inkişaf dövründə kişilərin enli kürək olması onların güc simvolu kimi olduğunu göstərir. Hal-hazırda da qadınlarımız da çox gücləndikcə kişilər də özlərini daha güclü etmək üçün daha çox idmanlara müraciət edirlər. Bəli. Yəni amma həqiqətən belədir ki, bəylərin çoxsu özləri istədikləri üçün idmanla məşğul olmurlar. Hansı ki, görür qarşısındakı xanım bəyənilmək, ona özünü bəyəndirmək üçün o şəkildə edir. Amma düşünürəm ki, elə bir psixoloji durum, psixoloji bir düşüncə olmalı deyil. İnsan səni olduğun kimi qəbul etməlidir və olduğun kimi bəyənməlidir. O bir dönəmə görə mən nəsə edim, məni bəyənsin, o bir müddət olan bir şeydir, bir dönəm olandı. Sonradan yenə də hər şey eyni vəziyyətə qayıdır. Bu yanlış bir şeydir ki, yəni kimsə məni bəyənsin, mən nəyisə buna sağlamlığın üçün nəsə et. Özünə xoş olsun, öz psixologiyan normal olsun. Bunun üçün nəsə et. Başqa kimisə yenə də gəlib çıxırıq özgüvənə. Bəli, özgüvən. Yəni zaten özgüvənsizlikdən irəli gələrək insan ya həddən artıq arıq olmağa çalışır və yaxud da ki, dövrə görə də əslində dəyişir. Keçmiş dövrdə daha biraz kilolu xanımları daha çox cazibədar yəni görürdülər. İndi isə vizual olaraq manken tipajında tam arıq, sanki o forma hər kəsə cazibədar gələcək
deyə düşünərək də o formaya düşüblər. Bunların hər biri Amma- insanın psixologiyasının pozulmasından irəli gəlir. Psixologiyasının pozulması təsdiq etməyə özgüvənsizlik. Amma indi fikir verirsinizsə mən bunu da müşahidə edirəm ki, son 4-5 ildə Kim Kardashian o bədəni var, model. O bədəni, o formanı almaq üçün insanlar çabalayırlar, idmana gedirlər. Adamın kilosu yoxdur, amma ya estetik formada, ya nəyinsə, ya suni şeylərlə belə onu dəstəkləyərək o kiloya, o formaya çevirməyə Hər çalışırlar. zaman deyirəm, mən öz xəstələrimə ilk növbədə sağlamlığınız üçün addım atın, sonra xarici görünüşü, yəni fikirləşin. İlk növbə, yəni sağlamlığınızı düşünmədən xarici görünüşünüz üçün o öz reytinqi üçün nəsə paylaşılır, hansı ki miflər, onları etdikləri üçün bugünkü gündə geri dönüşü olmayan xəstəliklər həqiqətən çoxdur və mənim xəstələrimdə hansı ki onkoloji xəstələr mənim üstünlük təşkil edir mənim xəstələrimin içərisində və bəlkə də insanlar yəni bunu bilirlər. Sağlam və cahilliyə bilirlər əslində. Sadəcə yenə də bilə-bilə sağlamlığı unudurlar görünüşləri üçün. Halbuki görünüşləri üçün də heç ona ehtiyac yoxdur. Amma yenə də psixoloji baxımdan onu çəkir ki, buna onlar yəni elə bir möcüzəvi heç nə yoxdur ki, yenə də dediyim kimi onlar hamısı mifdir və onkoloji xəstələrin dediyim kimi çoxsu hansı ki düzgün olmayan bir qidalanma ilə düzgün olmayan çəki verdiyi üçün immunitet düşür və xəstəlik baş qaldırır. Çox təəssüflər olsun ki, onkoloji xəstəlikdə geri dönüşü olmayan bir xəstəlikdir. Yəni bu da bizim necə deyək, görsəlləşdirilmiş həyat bizə o qədər yəni göstərirlər ki, bunu. Niyə? Bu da sosial şəbəkələrin çox aktiv olmasıyla sizin dediyiniz kimi o modelləri göstərməklə qadınlarda o arzunu yaradır. Mən də o kimi. Çünki nəyə görə? O modellərə baxır, görür, modelləri bəyənilir. Mən də sevilir, görülür. Mən də onun kimi olum, mən də model kimi olum, bədənin figurası olsun, məni də görsünlər, bəyənsinlər. Amma əsas təbii ki, özümüzü sevməyimiz, öz daxili gözəlliyimiz də təbii ki, önəmlidir. Özümüz kimi olmağımız da önəmlidir və bizim çəki almağımızın bir tərəfi də var ki, bu bizim psixoloji olaraq müdafiə mexanizmlərimizin İnsan əslində o psixologiyasını pozur, o şəkildə düşünür, psixologiya pozulur, onu əldə edə bilmir. Psixologiyası orada pozulduğu üçün daha pis vəziyyətlərə gəlib çıxır. Hansı ki, onu da heç elə olmazdı, o pis vəziyyətlərə gəlib çıxmazdı və artıq pi və o artıq piyin yaratdığı problemlərə gəlib çıxmazdı. Amma onu yaradan bax o düşüncələr olur ki, mən də onun kimi gedim ac qalım və yaxud da bunu içim gün ərzində, onu dərk eləyə bilmir ki, o düzgün deyil və eləyə bilmədiyi zaman əksinə psixoloji durumlar gətirir, daha da pis vəziyyətlərə çıxardır. Çox gözəl informativ bilgilər oldu. Az bir məsəl var. Çoxu istəyən azdan da olar. Bax bu məsələ həqiqətən bu burada bu söz öz yerini tutur. Yəni bunlar da üstünlük təşkil edir. Həqiqətən də gözəl informasiya verdiniz. Xoşdur, faydalı ola bildinsə nə xoş mənə. İnşallah ki, kimsə arıqlamaq istəsə və bunun həqiqətən sağlam tərəfdən, yəni sırf kiməsə bənzəmək üçün deyil də, sırf sağlam və doğru əllərdə, yəni doğru insanlara müraciət etsələr, doğru şəkildə arıqlayıb ya da kökələ bilərlər ki, doğru, sağlam və qalıcı şəkildə. Əsas odur ki, qalıcı arıqlanmağın yolu da düzgün, hər insana özəl, düzgün tərtib olunmuş qidalanma protokoludur. Qidalanma proqramıdır. Və sizə daha çox qadınlar müraciət etdiyi üçün, biz də psixoloji tərəfdən maraqlandığımız üçün, buradan da bizim qadınlarımıza bir mesaj olsun ki, siz dediyiniz kimi, mən arıqlamaq istəyirəm, arıqlaya bilmirəm, nə edirəmsə, qadınların kökəlməsinin şuraltı olaraq psixoloji səbəbi odur ki, qadınlar analarını qəbul etmədiyi təqdirdə onlar kilo almağa meyilli olurlar. Buradan da bu problemi çözsəniz, o zaman da analarını qəbul etməyənlər qadınlığını da öldürürlər. Yəni kökəlmə əslində öz qadınlığını da öldürməkdir. Eynən. Çox sağ olun. Təşəkkür edirəm. İnşallah ki, faydalı bir video olar. İnşallah faydalı ola bildimsə, cəmiyyət üçün, insanlar üçün nə xoş mənə. Hansı ki, onlar o belə deyək də, düzgün olmayan, sağlamlıqlarına ziyan vuran bir qidalanmalardan çəkinərlər. Düzgün qidalanma necədir? Onu öyrənməyə çalışarlar. İnşallah ki, faydalı ola bilərik. İnşallah ki, bundan bir nəticə çıxardarlar. Çox sağ olun. Sağlıqla qalın. Təşəkkür ederim.